Aha, başladı D funksiyasından. Deməli, birincini yazıb izah edirəm, sonra qalanını da siz yazacaqsınız. Qalanlar. Və çox belə rapasqaya. Mən yəni ən sevdiyim Pythonda misallardan, proqramlardan biridir, funksiyadan biridir. Yazıram def. Hı. Funksiyamızı yazırıq. F funksiyası x, y qiymətlərini alsın. Və sadəcə mürəkkəbə doğru hamısını burada öyrənəcəyik bu günlərim. Düzdür, dərsin biraz müddəti uzun çəksə də çəkə bilər. İkini qaytarsan, x bərabərdir 5 olsun, y bərabərdir 3 olsun, k bərabərdir f, x, y və hmm, birinci k. Uşaqlar, baxın, burada bizim def funksiyamızdır, yazdıq bunu. Və aşağıdan yuxarı müraciət gedir. Mən burada bu F-i, baxın bunu. Bu F-i gətirib qoyacağım bura. Bu F-dir bu. Məsələn, bu D hərfi ilə işarə olunacaq. Onda siz D funksiyasını deyib axtaracaqsınız, D-ni axtaracaqsınız. Əvvəlcə, ilk öncə belə deyim ki, mütləq şəkildə gətirib rəqəmləri burada yerinə qoyuram. X-in qiyməti burada 5-dir, Y-in qiyməti 3-dür. Deyirəm ki, bərabərdir F 5, 3. Yəni, bu da bunun qiymətidir. Necə deyirlər? Aparıb burada yerinə qoyacam bunları. Elə birinci birincinin qiymətidir, ikinci də ikinci. Yəni, 5 x-in qiymətidir, 3 də y-in qiymətidir. Burada deyirəm ki, x bərabər oldu 5-ə, y də bərabər oldu 3-ə. Bunları həmişə sizdən səliqəli yazmağınızı istəyirəm, çünki görəsiniz. Bəzən olacaq burada bunların yerlərini dəyişir, tələli suallar olur yuxarı qalxanda. Hələ ki sadə, amma ondan da verəcəm. Deyirəm ki, indi C, def funksiyasının yerinə bunu qoydum. Def, funksiyası 5, 3. C də bərabərdir. X-in qiyməti nədir? 5-dir. 5-in üzərinə 3 gəlirəm. Mən bura return edirəm, qaytarıram. C-ni. Yəni, bunun qiyməti 8-dir. Bu 8 də neyniyir? Bu K-nın qiymətidir. K-nın. Yəni, bu funksiyadan aldığım qiymət, yəni burada da gəlib 8-i çapa vermiş olacaq. Aydındır. Birinci. Hə, uşaqlar. Yəni, səslər açın. Sual olan var. İndi ikincisini yazıram. İndi bunu sizin həll eləməyinizi istəyirəm. Yazıram. Dəqiqə. D, E, X, Y. C bərabərdir. X plus Y. Son 2. Burada tələ var, bax deyirəm. Hə, həll edin. Saat 8. 8 deyil. Yetti. 7. Bəli, 7. Deməli, uşaqlar, burada nə olur? Lalə, başa düşürsən? Burada təbii ki, siz deyirsiniz ki, indi 8 alanlar yəqin ki.
X-ni aparıb burada 2-ni qoyub, Y-i də aparıb burada 3 qoyub. Hə, Səid, elə elədin. Dedim də Bəli. bura, hə? Bəli. Dedim də bura mənimsətməyim. Xeyr, elə olmur. Bax, burada Y-in birinci gəlir, X ikinci gəlir. Bax, burada yerləri dəyişikdir. Sən funksiyanın içərisində nə varsa, aparıb onu qoyacaqsan yerinə. Birinci dedim axı səliqəli şəkildə bunu yazır o. Y-in qiyməti nədir? 3. X-in qiyməti nədir? 2. Bax, mən bunu aparıb yerləşdirirəm bura. Bunu aparıb yerləşdirirəm ora. Bu şəkildə. Bax, belə. İndi oradan. Hə, bunu bura yerləşdirdikdən sonra deyirəm ki, x bərabərdir 3-ə, y də bərabərdir 2-yə. Ne fikir verdin? Bax, bura bax, bura bax. Qiymətlər dəyişdimi? Bunların üzərinə artıq xətt çək. Bunlar sənə lazım deyil. Çünki qarşıda çaşdırmasın səni. Sonra deyirəm, c də bərabərdir. X-in qiyməti nədir? 3. Üzərinə gəlirəm 2. Vırılsın 2. Bu da dəqiqə. 4 üstünə 3. Bu da elədi 7. Şəkil. 7-ni də bura qaytarır. Bu da 7-ni verir bu kaya. 7-ni çapa verir. Sual var. Lalezar sual var. Bilmem, başa düştüm. Hı. Da birini də verirəm. Birini də yazıq. Deyirəm ki, D funksiyası yenə et x, y. C bərabərdir y plus x vurulsun 3. Eklenen C. X bərabərdir 5-ə. Y bərabərdir 4'e. K da bərabərdir. F, Y, X, print K. 19. Yox. 19 alınmıyor. Vərəqə yaz. Zəhmət olmasa vərəqə yaz. Mənim 17. 17 alınıb düz yaz. Bax, Səid. Burada x yazıb. Burada y yazıb. Sən promoy bunu aparıb bunu yerinə qoysan. Burada sanki yer dəyişmə olur. Y, x, y-in qiymətini götürür. Y də x-in qiymətini götürəcək. Yer dəyişmə baş verib. Yəni birinci bunu yaz həmişə. F nədir? Y-in qiyməti 4-dür. X-in də qiyməti 5-dir. Bax, aparıb yerinə qoyanda birincinin yerində dayanır. Bax, birincinin yerində dayanır. İkinci də ikincinin yerinə gedir. Yəni burada x-im olur 4, y-im olur 5. Amma burada bax, fərqlidir. Y 4-dür, x 5-dir. Buna görə deyirəm ki, x bərabərdir 4-ə, y də bərabərdir 5-ə. C də bərabərdir 5 üzərinə gəl, 4 vurulsun 3. Bu da nə eləyir? 12, 5 plus 12 bərabərdir 17-yə. Yəni burada 17-ni qaytarır, return qaytarma deyil. Yəni K-ya 17 dəyərin qaytarır. Başa düşdük, sual var. Səid başa düşdük, yoxsa? Bəli, bəli. İndi birində yazaq. Hələ ki sadələrdən yazıram.
Mənim onda Əla. Leyla, əla. Deyirsən, bu sənin üçün ən sadə dərslərdən biri oldu. mənim üçün ən çətini Vail idi. Hələ Zəhra sağ olsun. Dünən Nasib bir saat mənə onu izah edib. Onu yaza bilmirdim. Yoxsa bunlar biraz asan gəlirdi. Vaylin biz testini işləyəcəyik bir də. Hamı bir yer. Mən işləyəcəm, siz baxarsınız. Vaxt ayıraq. Əvvəldə bizim bir saatımız vardı. Üçüncü gün saat 4. O hələ də boşdur. Yoxsa buraxılışa görə red olub. Mən bilmirəm. Əvvəl qoşulardıq əlavə. Üçüncü gün saat 4-də. 6-cı günü bir gün açıb qoşularıq o Vayla. Buraya malum. Alınmır. Ya, Diqqətlə bax. kalınmış. Hə, üçüncü gün saat 4 yoxsa misal alınmır? Üçüncü gün saat. Hə, dedim axı onda 6-cı günə baxarıq dərs. Uşaqlar, burada x-in qiyməti nədir? X-in qiyməti 5-dir, y-in qiyməti isə 4-dür. Burada bunları verirəm, işləmədi. Hə. Yazıram f 5, 4. 5, 4 nədir? Yuxarıda buradadır. 5, 4. Yəni x bərabərdir 5-ə, y bərabərdir 4-ə. X bərabərdir 5-in üzərinə gəlirəm 2-ni, alıram 7-ni. Y bərabərdir 4-ün üzərinə gəlirəm 2, alıram 7-ni. C də bərabərdir. X-la Y toplayır. 7 plus 7 bərabərdir 14-ə. Buradan return 14 qiymətini alır. Buradan da 14-ü K-ya returnunu qaytarmış olur. Bu şəkildə. İndi birini də yazaq bunlardan. Birini də yazaq. Buradan yazım elə. Deyirəm ki, def x, y. Y də bərabərdir y plus 5. X də bərabərdir y plus 3. C bərabərdir x vuransın y. Vurmadı. Lütfen C. Hı. Mən əsasını 8 aldım mən. Hə, düz almışsın. Neyinirəm? Burada 1 buna deyirəm, 3 buna deyirəm, 1 ilə 3 ilə gəlirəm yuxarı və deyirəm. Y bərabərdir 3-ün üzərinə gəlirəm 5-i alıram 8-i. Sonra x də bərabərdir y-in, yəni dəyişənin dəyişmiş qiymətinə. Bir var 3-ün üzərinə gələsən 3, yox. Bayaqlarım nəzəri dərsdə, əyani dərsdə uşaq bunu səhv elədi, yəni burada. Buna görə də 8-in üzərinə 3 gəlirəm 11. X-a bunu aldıq. Açıq edirəm. 8 plus 3 bərabərdir 11-ə. Sonra nə edirəm? C də bərabərdir. X-in qiyməti 8 vurulsun 11-ə. Y-in qiymətinə də 88. Bura 88 qaytarıram. Bu da bura 88-i qaytarır və 88-i də çapa vermiş oluruq. Başa düşdük. Yoxsa? Və belə deyək. Aha.
Yazıram. Bunu da yazıram. Sonuncu sadə sualımızdır. Deyil. Hə. Mənim AB yoxsa XY? Bax, nə dedim sizə? Dedim ki, birinci gətirin burada yerinə qoyun. Yazın bərabərdir. Həmişə bunu eləsiz çaşmayacaqsınız. A-nın qiyməti 1, B-nin qiyməti 2. Sonra da bunu aparın yerləşdirin bura. Əsas bax bu qarşısındakı da F funksiyası. Abi mən AB çaşdırdım, mən ona Hə, görə. o çaşdırmaq üçün vermişdim. Bax bu sizin açarınızdır. Yəni funksiyadır. Onun içindəkinə baxmayın. Bu dəyişənin qiymətidir. Verdiniz dəyişəni bura, qiymətlərini aldınız, aparıb qoyursunuz. Birincini birincinin yerinə, ikinciyi də ikincinin yerinə. Mütləq şəkildə, amma bunu bura belə açıq şəkildə yazın ki, görə bilin və bu qiymətlərin üzərinə xətt çəkin. Cavab 6 şu an. Yox, 6 yox. 6 yox. Yox, 6 almamışsın. Baxaq, həll edirəm. Deyirəm x bər 12, hə, Zəhra düzəldim. Y bərabərdir 2. Zəhra idi deyən. X bərabərdir. Y-in qiyməti nədir? 2-ni vururam 2-yə, alıram 4-ü. Y də bərabərdir. X-in dəyişmiş köhnə qiyməti yox. Artıq X dəyişdi. Dəyişəndən sonra Y bərabərdir. 4-ü vururam 2-yə, alıram 8-i. C də bərabərdir. X-in qiyməti 8 plus Y-in qiyməti 4 bərabər oldu 12-yə. Return-də C-ni 12-ni qaytardı. Cavab da K-da 12-ni çapa verdik. Sual var? Yəni, burada sən dəyişənin dəyişmiş qiymətini nəzərə almadın. Getdin bu köhnə qiyməti götürdün. Düzdürmü? Deyila. Bəli, müəllim. Almamışam nəzərə. Silim, yoxsa köçürdən var? İndi deyirəm ki, nə deyirəm? Bu qəşəng misaldır, indi yazdığım. D, X, Y. Şəkildə bunu yaz. X bərabərdir, Y vurulsun 2. Y bərabərdir, X vurulsun 2. C bərabərdir, X plus Y. Return C-ni qaytarsın. A bərabərdir 1-ə. B bərabərdir 2-yə. K bərabərdir F funksiyası. A, F, B, A. Bu şəkildə print K. K deyib K-da yazıram. Uşaqlar, baxın, eləyə bilmirsinizsə mən başlayayım. İndi sual verin ki, bu nədir? Dört. Yox, 4 olmamışam.
Niyə demək? Mən çalışan başa düşə bilmədim. A-nın qiymətini FBI-a vurur. Yoxsa nədir? Bax, bax burada iki dənə hissə var. Birinci buradır, ikinci də buradır. Yəni bu mötərizəsinin birini yazmamışam. Baxın, burada bu tam funksiyadır, amma bunun A-sı var. Yuxarıda qiymət 2 dənədir, amma bu birincidə məndə bir dənədir. Bu birinci, bax bu tamdır. Bu f funksiyası tamdır və qiymətləri də var. A-nın qiyməti nə olsun burada 1-dir. B-nin qiyməti burada 2-dir. Bu A-nın da qiyməti 1-dir. Mən aparıb birinci, bu o deməkdir ki, birinci get bunu həll elə yuxarıda. Gətir qoy bura yerinə, bu qiymət yerinə. Ücə bu AB qiyməti olmur. Birinci 1 olur. Sonra da burada başqa qiymət nə olsun deyir. Onu qoy. Sonra həmin qiymətdən 1 ilə qalx yuxarı. Deməli, bir dəfə mən bundan qalxacam yuxarı. Sonra ikinci dəfə də bundan qalxacam yuxarı. Ya birini qırmızı ilə yazam. Gətirəm bunun qiymətlərini qoyuram. F2 1 funksiyam. F2 1 funksiyam. Burada da 2 nədir? X bərabərdir 2-nin qiyməti. Y də bərabərdir 1. Çox birləşdirdim bunu. Hı, bu şəkil. Və deyirəm, X bərabərdir 1 vurulsun 2-yə, bərabərdir 2-yə. Y bərabərdir 2. Y-in qiyməti bir dəqiqə. X-in qiyməti 2-dir, vurulsun 2-yə, alıram 4-ü. C də bərabərdir. X-in qiyməti nədir? 2 üzərinə gəlirəm 4, aldım 6-nı. Aha, C-yə qaytardım 6-nı. Artı bunu bura gətirib yerləşdirir. Bu f funksiyasının yerinə gətirib yerləşdirir. Yəni bu artıq belə alınacaq. F A-nın qiyməti 1 idi. 1-i yazıram. Vergül 6. Başa düşdünüz? Yenisini aldım. Necə? Deyirəm ki, bəli. Hə, aferin. İndi ikinci ilə bax bu yaşıl hissəyi görürük də. 1 aldım, 6 aldım. İndi bu funksiyana təzədən bunu gətirib qoyuram bunun yerinə, başlayıram hesablamağa. Və belə deyim, buradakı dəyişənlərin dəyişmiş qiyməti bu tərəfə dəxli yoxdur. Bu ayrı otaqdır, bu da ayrı otaqdır, belə deyim. Yəni təzədən başlayıram. Deyirəm ki, F1 6. Bu səfər X-in qiyməti bərabər olur 1-ə, Y-in də qiyməti bərabər olur 6-ya. Gətirib yerinə qoyuram. X deyir bərabərdir 6 vurulsun 2-yə. Bunu həll edirəm. O da eləyir 12. Y də bərabərdir. X-in dəyişmiş qiyməti nədir? 12. Yəni X-i deyir vur 2-yə. 12-ni vururam 2-yə. Alıram 24-ü. Daha sonra C-ni eləyirəm. Deyirəm C bərabərdir. X-in qiyməti nədir? 12. Üzərinə gələk Y-in qiyməti, yəni 24-dür. Bu da eləyir 36. Yəni mən C-yə də artıq ikinci dəfə deyirəm return C. C yox, 36. 36-nı qaytardım. Bu da 36-nı gətirir qaytarır bu ümumi f funksiyası bura. O da eləyir k da bərabər olur 36-ya. 36-yı da çapa verirəm, qurtarır. Başa düşdük. Gəlin birini də verin, başa düşməlisən. Bəli. F funksiyasıdır. Hı, eynidir.
22. Yox. 22 alınmır orada. Mənim cavab 42. 42. Axır ki Leyla Zəhranı keçə bildin, hə? Hə Leyla? Səncə? Zəhranı, Zəhranı üstələdin bu səfər. Zəhra nə oldu sənə? Yəqin o mən biraz ürəklərim deyə mənə yol verir. Hə? Məncə elədir müəllim. Zəhra ona görədir. Deməli, Lalə Zər, sənin vəziyyət necədir? Mən x-in qiyməti 3-dür. Ona dəymirəm, qoyuram yerinə. Y-in qiyməti, x-in qiyməti yenə 3-dür. Bunu qoydum. Y-in də qiyməti burada 2-dir. Və mənim hazır funksiyam budur da. Bunun hələ birinci qiymətini bilirəm, ikinci qiyməti vergüldən sonra nədir bilmirəm, amma bunu qoyublar. Yəni bu o demək istəyir ki, gəl bunu qoy yerinə həll elə. Sonra bu qiymət nədirsə, gətir təzədən yerləşdir bura. Yəni bu belədir da. Bu birinci belədir. X, bu ikinci yer boşdur. Bunun qiymətini alıb gətirib yerləşdirəcəm bura ki, sonra bu ikinci dəfə gedim həll eləyə bilirəm. Ona görə birinci ilə gedirəm, həll eləyirəm. Deyirəm ki, f 3, 2. Bunu verdik bura. Və deyirəm x bərabərdir. X-in qiymətini yazın 3-dür. Y-in də qiyməti 2-dir. Bunu yazdıq. Aydın səliqəli yazanda hər şeyi görürsən. Deməli 3 vurulsun 2-yə, elə də 6. Y də bərabərdir. Y-in qiyməti 2 vurulsun 3-ə. Bu da aldım 6. Return mənə nə deyir? Return də deyir ki, x-lə y-i cəmlə 6 plus 6 elədir 12. 12-ni aldım. Gətirirəm, yerləşdirirəm, qoyuram bura. Bax, bura mən 12-ni aldığımda gətirdim 12-ni, qoydum, yerləşdirdim. Artıq mənim bu funksiyam var. Yəni deyir ki, bir də bununla get, bax bununla get, bu yuxarını həll elə ikincini. Çünki sən option bu if-i tapmalısan. Bu birinci ifimdir. Bu da bunun daxilində olan ikinci ifimdir. Burada ikinci dəfə gəlirəm. İkinci dövr deyək. X-in qiyməti nədir burada? 3. F 3 12. F3 12 ilə mən girirəm bu misala. Bir saniyə. Hə. Və belə deyirəm. X-in qiyməti nədir? X burada. X bərabərdir 3-ə, Y bərabərdir 12-yə. Və X-in qiyməti 3 vurulsun 2 bərabərdir 6-ya. Y də bərabərdir. Y-in qiyməti nədir? 12. 12-ni vururam 3-ə, deyirəm 36. Burada da return mənə nə deyir? X-lə Y cəmlə 6 plus 36, o da bərabərdir 42-yə. K-ya da aparıb 42-ni verirəm. Burada deyirəm aldım 42-ni, 42-ni də çapa verirəm. Hə, Zəhra, burada nədir sənə çətin gələn? Hesablamanı sapıyorum. Hə. Tək elə olsun. Belə. İndi keçirəm, bundan birini də verirəm. Nə vaxt ki, hamı düz cavab verəcək, onda mən bundan qurtaracağım. Deyirəm ki, D f funksiyası x, y, x bərabərdir x vurulsun 2-yə, y bərabərdir y vurulsun 3-ə, return x plus y, x bərabərdir 4-ə, y bərabərdir 3-ə, k bərabərdir f funksiyası, y, f, x vurulsun 2, ötəsədə bağladım, print k. Hə, Zəhra, görüm sən neyinirsən indi. Yazarsın inşallah. İki. Hə, 102. Düz aldım. Yazırsan Səhət, yoxsa şifahi?
Kolay. Deyirəm də mən sizi dərsdə yazıram, bilmirəm. Ben de 100 çaldım. Mhm. Evet. Ben de 100 çaldım. Mhm. Belə eləyirəm, indi hesablayıram. Mən hesablayıram. Bax, bunun qiyməti, x-in qiyməti nədir? 4. Y-in burada nədir? 4 vurulsun 2-yə, bu da elədir 8. Yəni f funksiyam olur 4, 8. 4, 8-dən qalxıram yuxarı ki, bunun qiymətini tapam, gətirim yerləşdirəm bura, bunu həll edəyəm. Yazıram f 4, 8. Yəni x-in bərabərdir 4-ə, y-in bərabərdir 8-ə. 8-ə. Dəqiqə. Elə yazdım 18 olacaq. Daha sonra deyirəm ki, x bərabərdir 4 vurulsun 2, yəni 8-ə. Y də bərabərdir 8 vurulsun 3-ə, yəni 24-ə. Aşağıda da x-la y-in məndən cəmin istəyir. Yəni 8-in üzərinə gələm 24-ü, alıram 32-ni. 32. Yəni mən bura aldım, bu hissəyə aldım 32. Bura. 32 aldım. Yəni f funksiyası burada bərabər y-in qiyməti 3-dür. 3-ü. Bəs x-in qiyməti nədir? Bu hissənin qiyməti nədir? 32. 3, 32 ilə mən yenidən qalxıram, bunu yerləşdirirəm ikinci dəfə bura. Bu səfər də bunu həll edirəm. Yəni f 3, 32. X-in bərabərdir 3-ə, y-in də bərabərdir 32-yə deyirəm. X bərabərdir, yəni 3-ü yenə 2-yə vururam 6 alıram. Y də bərabərdir 32-ni vururam 3-ə. O da elə 6, o da 9, 96. Və x y-in cəmin istəyir. 6-nın üzərinə gəlirəm 96-nı, o da olan 102-ni. Başa düşdük. Hamı başa düşdü mü? Buranı. Sual olan var. Hı. İndi bunu yazıram. Yazıram D. F funksiyası x, y. X bərabərdir. X plus 4. Y bərabərdir. Y plus 3. Return x plus y. D. D. X, y. X də bərabərdir. X plus 5'ə. Y bərabərdir. Y plus 2'yə. Return. Bu x plus y'dir. Qaytarsın bizə. X bərabərdir 3'ə. 3'dür. Y bərabərdir 2'yə. H da bərabərdir D. D, x, y. Deyil. Print K. İpucu vereyim. Hə, uşaqlar? Bəli. Hə. Deməli, burada bax, həmişə bayaqdan F alışdınız, düzdürmü? Amma burada F yoxdur artıq. Burada D-dir. D-nin qiymətini bunları gətirəsiniz 3, 2 ilə. Aparıb D-yə müraciət edəsiniz. D-yə müraciət edəsiniz. Gələsiniz, görəsiniz, burada deyəsiniz, ayda, burada F-də var idi. O hanı bəs? F-in mən qiymətini verməyim, baxın. Qiymətini versəydi, gedib bu hesablayardım. Verməyibsə, D-ni hesablayacağım, çıxacağım, gedəcəm. Всё.
Gedin değilini hesablayın. 12. Hə, 12. hə. Yəni birim verə bilər, verməyə bilər. Belə də misal çıxacaq qarşınıza. Başa düşdük? Səid, Laləzar. İndi bunun ikincisini verin. Dev. Yazıram. Burada F'dir. X, Y. X bərabərdir. X plus 4'ə. Y bərabərdir. X plus 3'ə. Deyirəm vektörün X plus Y. Dev. Dev. Bu sefer X, Y. X bərabərdir. X plus 5. Y də bərabərdir. X plus 2. Vektörün X, plus Y. Və burada qiymətlərini K bərabərdir. X bərabər 3'ə. Y bərabərdir 2'yə. K da bərabərdir. Deyirəm. F, Y, X-a. Print K. İndi burada da D'ye baxmayacaq da. Hə, indi burada D-yə baxmayasan. F-i veribsə gedib F-i həll eləyəsən. Yenə 12'də. 12'də bax. 17. 17 də verin. Amma Çəkməliyəm mən. verin görün. Baxın, hər şey düz. Burada yerini dəqiq yazacağıq. Amma 3, 2'dir. Amma Hə, 3 var. görsən? Bax, bir dənə Leyla tutdu onu. Çünki burada 2 buradadır, 3 Yenə burada. 12. Hə? Yenə 12 eləyirdi, onsuz da. 2, 3 ilə müraciət edirəm. Aparam, yerinə qoyuram. Yəni, burada deyəndə 2 bu olacaq, 3 bu olacaq. X bərabərdir 2'yə, Y də bərabərdir 3'ə. Neynirəm burada? Səid. X bərabərdir 2 üzərinə 4, elə də 6. Y də bərabərdir 6 üzərinə 3. Elə də 9. Düzdürmü? Gətirəm X-i Y yerinə qoyuram. 6 plus 9 bərabərdir 15. Hardan 12 elədi? 12 deyənlər gəlsin görün. Hə? 100% oldu. Bax, mən elədim səhv edibləri. X-in qiymətini əvvəlki, o xarşı qiymətini gətirmişəm. Hı. Bu artıq ikinci mənim X-imdir. Bu birinci X-la toplandı. Burada da bax bu hissədə ikinci X toplanır. Gətirib bu şəkildə siz onu yerləşdirmişsiniz. Düzdürmü? Sileyim misalı. Yoxsa yazan var. Sildim. Maraqlı misallara gəlirik yavaş-yavaş. Yazıram div. Div. F. X, Y. X bərabərdir. X plus Y. Y bərabərdir. Y vurulsun 3'ə. Return. X. Yəni o bıraq belə, bıraq üçün. Nə, bu bıraxdı. Sonra deyirəm ki, div M X, Y X bərabərdir Y
X bərabərdir Y vurulsun 5'ə. Sonra Y bərabərdir F X Y return plus Y X bərabərdir 3'ə Y bərabərdir 4'ə K bərabərdir M X Y K print K. Hı, Yuxarıya baxmayacaq da mənim onun aşağı baxmam. niyə baxacaq. Hə, sonra qal. Gör necə baxacaq. Baxa bilmir da mənim. Enver baxı. Hələ get evin içərisinə gir, gör nətər baxırsan. Mən sənə deyirəm baxacaqsan, amma gör nətər baxacaqsan. Hələ birinci evin içinə gir. Yəni cavab 32-dir. 32, yox. Bir rəqəm səhv eləmirəm. 34-dür cavab. 34 mənim. 34-dür. Hə. 32 deyən kim idi? Mən Lalisə. Hə, Laləzər. İzah edirəm. Bax, M-i gətirdim, qoydum. M-in qiyməti nədir? F 3, 4. 3, 4-lə girdim. Gətirəm bu F4-ə. Bu mən səhv yazmışam. Üzrsən. M-dir bu. F-ə öyrəşmişəm. Bu M-dir. M-in qiyməti hardadır? Bax, burada. Bu bunu götürür. Bu bunu götürdü. Gətirib qoyuram yerinə. Deyirəm ki, M 3, 4, yəni X bərabərdir 3-ə, Y bərabərdir 4-ə. Bu şəkildə bu yazdım. Deyirəm X bərabərdir. Y-i vur 5'ə, 4'ü vururam 5'ə, alıram 20. X-in qiymətini aldım. Y də bərabərdir. F nə? Nə olur burada? Nə yazmalıyam? Hə? Yəni ki, mən ikisi yerinə 20, ikisinin yerinə də 4. Aferin. Bəli. Burada gəlirəm X-in yerinə 20, X birinci gəlir. Y-in yerinə də 4'ü yazıram. 4'ü yazdım. Çünki artıq necə deyirlər, X-in qiyməti dəyişib burada. Və qalxıram bundan yuxarı. Gəlirik, deyirəm. Bu hara qalxır? Bu məni hara aparır? Baxın, bura aparır. Yuxarıya. Mən bunu həll eləməliyəm. Bu aşağı, bu X, Y-in qaytardığı cavabı gətirib mən Y-ə mənimsədəcəm. Buradan nə çıxacaqsa Y deyəcəm. Y bərabərdir. İndi neçə çıxacaqsa ona. Deyirəm ki, ikinci hissəmdə F 24 nə deməkdir bu? X bərabərdir 20-yə, Y də bərabərdir 4-ə. Aha, X bərabərdir 20-ni deyil, X-in üzərinə gəl 2-niyə, aldım 22-ni. Y də bərabərdir 4-ü vur deyir 3-ə, Y-i vur 3-ə, allam 12-ni. Return deyir ki, 12 üzərinə gəl 22-ni. Nə allam? 34'ə. Deyir, indi bu 34'ü qaytardı mənə. Hara qaytardı? Bu F-in qiymətidir də. Yəni deyir, gətir qoy bura. Burada da deyirəm ki, Y bərabərdir 34'ə. Aha, Y 34'ə qaytardımsa bunu. Bəs bunun returunu mənə nə deyir? Bunun da returunu deyir ki, X-lə Y-i cəmlə. Yəni, burada X-in nədir? 20. 20'nin üzərinə gəl 34'ə. O da bərabər edir 54'ə. 54 alan var idi.
Ben birinci 34 demiştim. Sonra devamında yazdım. Ha, dur. Hə, 34-ü birinci deyən Y-in 34 cavabını düz demişsin. Amma qaytarandan sonra X-in Y-in də cavabı lazımdır bizə mütləq şəkildə. Başa düşdük. Yoxsa Ben, sual olan var? Onda keçirəm yenidən yeni birini yazmağa. Vaxtımız var yəqin. Yazıram def. Def yazdım. F x y. X bərabərdir. X bərabərdir. X plus y. Y bərabərdir. Y vurulsun 3'ə. Return X plus y. Def n x y. X de beraber y vurulsun 5'ə. Da x beraberdir f x y vurulsun 2. Sonra da return x plus y. X de beraberdir 3'ə. Y de beraberdir 4'ə. K beraberdir n x f x vurulsun 2. Все, print K. Birinci x plus 2 yoxsa x plus y? Nasıl? Nasıl? Defin ən birincisi. Bu da vurmadı. Burada x plus y'dir. Yuxarıda x bərabər x plus 2-dir. Hə, plus 2. İkiden başka her şey oxşadı bu sefer. ben yurtumda 2002 idi. En vaxtdakı. Refdən sonra var ya X Hə, deyəm bir 2002. dəqiqə. Baba bu vurmadı. O bitmədi. Vurmadı. Bu 4'tür. Bu vergüldür. Əldə 78. 278. Yok. Burada 3 devir gedəcək. Bir dəfə aşağıdan M-də X bax. Başlayıram mən eləməyə. Ben önce 3. dövdəyim. En çok tapa bilen. Yaxşı.
Hangisi vurmakta, hə? Nöqtələr hə, hamısı vurmadı nöqtələri. Dəqiqə görün, bəlkə səhv yazmışam bir dəqiqə. Baxıram. Kimi düz yazmışam. Bu da düzdür, düzdür. Yox, qoy saxla, gözləyim mən eləyim. O deyil. Bax, burada birinci görən burada nə? X-in qiyməti 3-dür. Burada da deyir ki, baxım görüm hər şey düz. Hə, hər şey düz. 3-dür. Bu da 3-ü vururam 2-yə 6. Düzdürmü? Yəni belə alıram. N içərisində 3, F, 3, 6. Düzdürmü? Bunu aldıq. Mən bunu götürüb aparıb harda da F-im harda da F-im buradadır da. Burada bunu aparıb qoyub yerinə hesablayıram. Yəni F olur 3, 6. Bu da nə deməkdir? X bərabərdir 3-ə. Y-im də bərabərdir 6-ya. Yaxşı, nə edirəm? X bərabərdir 3-ün üzərinə 2 gəlirəm. Olur 5. Y də bərabər 6-nı vururam 3-ə. 6-nı vururam 3-ə. Eləyirəm 18. Burada mən return qaytardı. Nəyi? X, Y-in cəmi. Yəni 5-in üzərinə gəlirəm. 18-i alıram 23-ə. 23-ü gətirib bura qoyanda, buradan sonra 23. Yəni bu artıq dəyişir olur. Bax bu şəkildə M mötərizə 3, 23. İndi 3, 23 M hardadır? M görürəm, baxın buradadır. İndi M-ə gedirəm. Nə edirəm? Deyirəm, bu birinci dövrüm idi, bu ikinci dövrüm. Deyirəm ki, yaxşı. M 3, 23 bu şəkildə. Deyirəm ki, onda x bərabərdir 3-ə, y də bərabərdir 23-ə. Deyirəm, girirəm dövrə. Yəni içəri x də bərabərdir. X-in, y-in qiyməti nədir? 23. 23-ü vururam 5-ə. 23-ü uşaqlar 5-ə vuranda 3 dəfə 5, 15, 5 yazıram. Bir yadda 5, o da 1, 115 aldım. 115 aldım. Sonra deyirəm ki, y də bərabərdir. Gəlirəm y-in yanına çatanda mənə deyir ki, x-in qiymətini qoy, 115-i bura qoydum. Sonra deyir ki, y-i də 2-yə vur qoy bura. Y-in də qiyməti nədir? 23, o da elədi. 2-yə vuranda 46. Qoyduq bura. Hə, bu bəs nəyin funksiyası? Deyəsən funksiyasını yazma. Hə, f funksiyası. Hə, f funksiyası hardadır? Yuxarıda. Buna bax, bir də mənə çıxartdı bu yuxarıya. F funksiyası mənə çıxartdı yuxarıya. Gəlirəm, deyirəm ki, yaxşı da, neyniyək? Bu da göy rənglə yazım. Gəlirəm, indi bura həll eləmək. Buranın da qiyməti budur. Deyirəm ki, 3-cü dövrümdə f 115, bir də 46. Bununla girirəm içəriyə. X-in bərabərdir. Deyim, X-in qiyməti nədir? X bərabərdir 115-ə. Y də bərabərdir 46-ya. Bu Y-dir. Hə. İndi nə edirik? X-in qiyməti 115 olduğuna görə üzərinə nə gəlirəm? 2-ni. Aldım 117-ni. 117-ni. Y-im də bərabərdir. Y-im də bərabərdir neçəyə? Y-im də bərabərdir. Burada nə deyir? 100 Y-də Y-in qiyməti. Hə, Y. 46-nı vur 3-ə. 46-nı 3-ə vuranda 3 dəfə 6, 18, 8, 1 yadda. O da 3, 12, o da 3, 138. 138. Hə, burada mənə nə deyir? Sonra deyir ki, bunları cəmlə. X-in qiyməti 117-nin üzərinə 138 gələndə o deyir 200. 250, o da 8, 5, 255. Bu şəkildə bunu topladıq. Sonra hə, bunu neyniyim? Mən hardan gəlmişdim? Bura buradan. Buradan gəlmişdim, çıxmışdım yuxarı. Axı mən x-in qiymətini qaytarıb yerinə qoymamışam. X deyir ki, indi mənə bərabər cavab ver ki, bu return x, y-i mən sənə qaytaram. Bu yaddan çıxıb qalıb burada. Deyirəm ki, mən bu y-i tapdım 255. Aha, deyirəm ki, indi belə yazaq, y bərabərdir 255-ə. Deyir, əgər elədirsə, onda return x-lə y-i cəmlə. Y-im nədir burada? X-im nədir yuxarıda? Deyirəm return 115-in üzərinə gəl, 255-i.
O da eləyir 5 0 yadda, 1 0 yadda, 6 o da 7, bu da 3, 370. Başa düşdük. Yoxsa? Başa düşdüm. Nəsə başa düşmədiniz elə. Mənə elə gəldi. Çünki səhv çox zəif gəldi. Bilmiyorum, ben səhvimə baxdım. Bir 2 kimi düzəlmişəm, oradan səhv getmişəm. 2 kimi düzəlmişəm, 3-də səhv eləmişəm. İndi deyəm, Mən 255-i almışam, mən sonra yaza bilməmişəm. hələ 255-i burada aldınız. Bax bunu hardan alırsınız? Üçüncü dəfə gətirib qoyursunuz bura. Buna qoydunuz, gəlib bax bu həll elədiniz. Bax yox, bunu hələ 255-i bax burada alırsınız üçüncü dövrdə. Gətirib qoydunuz bura. Sonra bu deyir ki, x, y-i cəmlə. 115-i burada almısan, 255-i burada cəmləyirsən. Mən cəmləməmişəm deyə səhv çıxırlar. Hə, cəmləməmisən. Bir dəfə deməli mən burada 2 dəfə qaytardım. Bir dəfə bu deyir fx funksiyasını tap. Bunu apardım, qoydum bax bura. Buranı həll elədim. Buranı həll elədim, gətirdim cavabı, verdim bura. Düzdürmü? 23 aldım da bura. Gətirdim, qoydum bura. C artıq m funksiyası bax belə oldu. Sonra bu m hardadır? Buradadır. Burada gətirib bunu yerinə qoyuram. Bura gəlib çatanda bir də görürəm ki, burada yenə f funksiyasıdır. F funksiyası da hardadır? Burada yuxarıdadır da misalın içərisində. Gətirdim onu yerləşdirdim. Yenə f hardadırsa, yenə yazırsınız ora. Misalı bax bunun qaydası ilə, bax bu hissə ilə həll edirsiniz. Həll elədiniz buranı. Gətirib bu y-in funksiyasıdır. Necə burada k-ya qiymət almırıq, onu print eləmirik. Burada da y deyir ki, mənim də qiymətimi funksiyanla elə götürüb yuxarıdakinin 5-ə 10-a vurma. Get mənim ayrıca qiymətimi tap gətir. Sən də gedirsən, gəlirsən burada 3-cü dəfə bu f-ə girirsən. Burada daha doğrusu 2-ci dəfə girdik. Hə, burada bunu 255-ə alıb gəlib y dəyişəninə mənimsədirsən. Mənimsədəndən sonra görürsən ki, burada deyir ki, x-dən y-i cəmlə. X-dən y-i cəmləyib cavabı verirsən. Qurtardı. Bura y. Belə. Zəhra başa düşdün. Bəli. İndi birini də verirəm. Köçürdün. Həll edib atarsınız. Yoxsa mən burada eləyək, vaxtınız varsa. Mən dərsim var, çıxsam olar. Yaxşı, çıx. Mən misalı Burada atarsınız. hə, misalı yazıram burada. Həll eləyərsiniz, atarsınız. X, Y. Sonra yazıram. X bərabərdir. X plus Y. Y bərabərdir. Y plus 3-ə. Return X plus Y. Def. Yine verirəm defi. N X, Y. X də bərabərdir. F X var 2. Buraxdı. Sonra Y də bərabərdir. F Y Y. Aha. X vurulsun 2. Return X plus Y. Və burada deyirəm ki, x bərabərdir 1-ə, y bərabərdir 2-yə. C bərabərdir m x y. Print. Print C. Hə? Yəni, deyək ki, misalda x plus y-ni hesabladın. Amma yazanda x plus 2 yazmışdınız. Peki. Onu da qaytarım. Harda?
Orada birinci definantını x bölü 2 yazsınız. Ama hesablayanda x bölü 2'den desin hesabladınız. Önce cevaplar fərqli alındı. Yox, cavab elə 370 alınır. Harda olsa 370 alınır. Yo, orada x bölü 2'nin yerine x bölü y olanda 378 idi. Neyse, öyle alınırdı. Ama orada x bölü 2 olanda 278 alındı. Hansında üçüncüdə, yoxsa ikincidə, birincidə, hansında? Birinci defdə x bərabər x bölü 2 yazmışsın. X bərabər, hə, x plus 2. Hə. Onu hesablayanda desin y-nə hesabladınız. Yo, y bax. X-im nədir? 3-dür. Burada 5 almışam. Burada x-im nədir? 115. Düzdürmü? Bax, burada x-ə nə almışam? 115. 115-də burada x-ə mənim hissətmişəm. Üzərinə 100 gəlmişim, eləyib 117. Bax, diqqətlə. Bax, dəqiq qələmi götür. Ne aydın oldu. Hə, bax, Ha. görsən 117. Burada 115 x almışam. X-in qiymətini də harda almışam? Bax, burada. Çünki burada vurmadı. Bax, burada vurmadı. M-in funksiyasını yazsaydı, sənə bura çaşdırdı. Bax, bildim, tutdum sənə ara çaşdırdı. Bax, burada y-i vurmuşam 5-ə. Burada x-in üzərinə 2 gəlmişəm. Görsən? Yani, Bu iki dənə birinciyə aiddir, birinci dəfə. F-lə başlayır, F funksiyasına. Bu bir dənə M-lə N-ə aiddir, ikinci dəfə aiddir. Belə. Haradadır mənim misalım? Bura. Hə, bunu da screen edin, götürün. Qrupa atarsınız. Laləzər də baxsın. Laləzər dərsdə Leyla. Yaxşı uşaqlar, gecəniz xeyrə. Mən bu screen edin, yadda saxlayayım. Çıxa bilərsiniz. onların Sağ ol.